Hamıya salam dostlar. Mayın 2'si olan Lütfüzadə Riyaziyyat Məntiq Olimpiadası yarımfinal suallarına baxacağam. Hər hansı bir yerdə qüsurum olsa R bölməsində mütləq bildirin. Ətraflı izah yazsız daha yaxşı olar. Çünki faydalı rəy olar. Bir də görürsünüz ki, yazırlar ki, məsələn, birinci sualı səhv etdiniz. Yəqin ki, belə tipli rəylər görmüsünüz. Səhv etdiniz deyənə orada izahını versəz daha yaxşı olar. Baxaq birinci suala. Birinci sualda standart olimpiada tipli suallardandır. Buradan buraya məsafə bilinmir nə qədərdir, amma məsələn bizdə deyir ki, bir-birinə paralel üç karandaşlar verilib. Yəni ki, buradan buraya məsafə eynidir. 40-40 xəttlərlə göstərilib. Onda belə çıxır ki, buradan buraya məsafə, yəni göy qələmin başlanğıcından ta ucuna qədər. Yəni 40-40 xəttlərlə bizə göstərilib. Məsafə elə yaşıl qələmin bu 40-40 xəttlərlə göstərilən hissəsinə qədər məsafə ilə eynidir. Yəni bu hissəyə A desək, bu yaşıl qələmin bu hissəsi də A, bu da narıncı qələmin bu hissəsi də A olar. Yəni bu 40-40 xəttlərdən söhbət gedir məsafə olaraq. Sonra isə biz bilirik ki, ümumiyyətlə göy mavi karandaşın uzunluğu A-dır. Yaşıl karandaşın uzunluğunu tapmaq istəsəm, buradan başlayıram, gedirəm harayacam? Bax, bu oxa qədər. Yəni bu 3 də ona daxildir. Onda belə çıxır ki, yaşıl qələmin uzunluğu nə qədər olacaq? A, bir də 3. A üstəgəl 3 ondur. A üstəgəl 3. Eyni zamanda buradan buraya məsafə A-dırsa, buradan buraya məsafə, baxın, bu 40-40 xəttdən bu 40-40 məsafə 3-dürsə və buradan da axıra qədər məsafə 2-dirsə, 2, o da 3, 5. Buradan buraya da A var. Yəni narıncını tapmaq istəsən, A, bir də buradakı 2-ni 3, 5. A üstəgəl 5-dir səndimə. Yəni narıncının da ümumi uzunluğu A üstəgəl 5-dir. Və bizə deyir ki, 3 karandaşın ümumi uzunluqları cəmi. 3 karandaşın uzunluqları cəmi 50-dir. Onda bizdə burada 1A burada var, 2A burada var, 3A burada var. Yəni 3A üzərinə gəlinsin. Deməli, bu yaşıl qələmin 3'ü var. Üstə gəlinsin. Narıncı qələmdə isə burada da 3 var. Düzdür? 3-dən bura. Yəni bu hissə. Bu da nədir? 3-ün 2-ci cəmi 5 var. Bərabərdir 50 deyir. 50-dən 8 çıxırıq. 3A bərabər olur nəyə? 42-yə. A da bərabər olur 14-ə. A-nı 14 tapandan sonra bizdən nəyi soruşur, ona baxaq. Bunları silək. Deməli, yaşıl rəngli qələm. Bunları silək, bir dənə yaşıl qalsın. Yaşıl qələmin buradan buraya məsafəsi nə edir? A, bir də 3 idi. Yəni A üstəgəl 3. A nədir? A-nı təbii ki 14 tapmışıq. Bura 14-dür. Bu 14 və 3-ün cəmini soruşur səndimə. 14 üstəgəl 3, 17 eləmiş olacaq. Yəni cavab burada B variantı. İkinci sual. Deməli, pizzalar müəyyən hissələrə bölünüb. O hissələri tapıb bizdən ən az pizza yeyən kim olduğunu tapacağıq. Belə deyək də, burada pizzalar qalıbsa, bu ağ hissələr yeyilib də, ağ hissələrə görə hissələr yazacağam mən bura. Baxırıq birinci pizzaya, Həsənin yediyinə. Həsən deməli, pizzanın 1, 2, 3, 4 və burada şərt verməlidir ki, bunlar bərabər hissəyə bölünüb, verib. Deyir ki, eyni ölçülü pizzalarda qalan dilimlər aşağıdakı göstərilib. Bütün pizzalar ayrılıqda bərabər hissələrə bölündüyünə görə. Yəni ki, həmin buradakı hissəni bizə şərtdə verməli idi. Bax, buradakı bu ağ hissə, məsələn, bu hissə və bu 4 dənə hissə bir-birinə bərabər şərtini verməlidir mütləq. Verib o da. Yəni, problem yoxdur sualda. 4 dənə hissə var, onun 3'ü qalıb. Neçəsini yeyib onda? Birini yeyib. Yəni ki, 4'də birini Həsən yeyib. Gəlirəm Xalidəyə. Xalidədə neçə hissə var? Yəni Xalidənin pizzasında. 1, 2, 3, 4, 5, 6, 7, 8 hissə var. 8 hissənin 3'ü qalıb. Fikir verin ağ xana. Boş olan yer. 8'də 3'ü nə olub? Yeyilib. Daha doğrusu 5'i qalıb. Sonra gəlirəm Turala. Turalda isə 1, 2, 3, 4, 5, 6 hissədir ümumi pizzalar. Onun ikisi nə olub? Boşdur. Yəni yeyilib. 6'da ikisi. Bu da təbii ki 2'yə ixtisar gəlsə nə olacaq? 3'də 1. Bu olacaq 3'də 1. Digəri isə görürük rahatlıqla ki 3'də 1 deməkdir.
Yəni ki 1, 2, bir hissə qalıb. 3də 1-i yeyilib. Sonra isə bu kəsirlərdən görürük ki, Həsəndə məxrəc 4-dür. Həsəndə məxrəc 4-dür. Xalidədə kəsirində məxrəc 8-dir. Turanın kəsirində məxrəc 3-dür. Əlidə isə 3-dür. Burada nə nəticə əldə eləyərik? Deməli, ən az pizza yeyən kimdir tapmaq istəsək, görürük ki, elə Turalla Əli 1-dir. Deməli, bu variantlar heç vaxt ola bilməz. Turalla Əli. Baxıram 4də 1 ilə 8də 3-ün nəyinə? Müqayisəsinə görüm hansıdır. 4də 1 də bizdə 8də 2 deməkdir, amma Xalidə 8də 3-dür. Deməli, ən az kimdir? 8də 2-dir. 8də 2, 8də 3-dən azdıraq. Yəni, ən az yeyən kim olacaq belə çıxır ki? Həsən olmuş olacaq. Üçüncü sual. Aşağıdakı uzunluqları bir-birinə bərabər olan 3 platforma verilib. Yəni ki, bu mavi xana var, amma buradan buraya məsafə. Hər 3 platforma da eynidir. O şərt də önəmlidir. Ümumiyyətlə, imtahanda şərtlər dəqiq olmalıdır. Verilib ki, bunlar bərabərdir. Və sanki birinci suala oxşuyur, karandaş sualına oxşuyur. Deməli, bizdə məsafə nədir? Bizdə ümumi məsafə 1, 2, 3, 4, 5 maşın, bir də 57-dir. Digər tərəfdən 1, 2, 3 maşın və 63-dür. Onda burada nə nəticə çıxır? Burada o nəticə çıxır ki, 63 ilə 57 arasındakı fərq həmin o 2 maşının üzərinə düşübmüş. Baxın. Burada həmin o 2 maşın yerləşsəydi, bura 57 olardı da yenə. Çünki ümumi buradakı məsafələr hamısı bərabərdir axı platformlar. Onda belə çıxır ki, biz bu sualda məntiq nədir? 63-dən 57 çıxmalıyıq. Bərabər eləmək nəyə? 2 dənə maşına. 2 dənə maşının uzunluğuna bərabərdir. Sonra burada nə alarıq? 6 da. 6 bərabər 2 dənə maşına. Maşın da belə çıxır ki, neçə dənə olacaq? Bir dənə maşın 3 olacaq. Yəni, bu bir dənə maşın məsafəsi 3-dür. Başlanğıcdan ta ki, axıra kimi. Deyək. Bir dənə maşın 3-dür. Bunu eləyəndən sonra bizə deyir ki, 3-cü platformaya 10 maşın aralarında boşluq qalmayacaq şəkildə yerləşdiriləndə platforma neçə metr boşluq qalacaq axırda. Necə ki, burada 57 metr boşluq qalıb, burada 63 metr boşluq qalıbsa, 3-cü platformaya da 10 dənə maşın qoymaq istəyir. Onda biz birinci ümumi məsafəni tapaq. Biz görürük ki, burada maşınlar neçə dənədir? 3, 5 dənə 3 var. İkincidə tapa bilərsiniz, fərqi yoxdur. 5 dənə 3 varsa, bura 15-dir. 15 buradan, 57 də boş qalan hissə. Yəni, ümumi bu platformanın, baxın, bu platformanın uzunluğu nə qədər olacaq? 57, o da 15. Yəni, 72 olacaq. O 72 burada aiddir, məsələn, burada aiddir. Məsələn, yoxlaya bilərsiniz. Burada 3 dənə 3, 9-dur. 9 ilə 63 nə qədər edir? 72. Yəni, platformanın hər bir tərəfində 72 olmalıdır. Bu, 3-cü platformada 72 oldu. Dedi ki, 3 bərabər platforma verilib. İndi artıq şeyləri buradan silək. 72 olduğuna görə 3-cü platforma. Ora 10 dənə maşın qoyulur. Maşın nə qədər idi? Bir dənə tapmışdıq, maşın 3-dür. Deməli, 3 vur 10. Eləyəcək bizdə 30. 30 buranı dolduracaq. Məsələn, burayacaq da tutaq ki. 30 dənə gedibsə, maşın burada yerləşibsə. Məsələn, axı 72 dənə olmalıdır. Usta maşın daha doğrusu yox, uzunluq olaraq 30. 72 olmalıdır, üstündə bura 42 olmalıdır. Yəni, hara boşluq olan hissə sən demə 42 metr olmalıdır. Platformada neçə metr boş yer qalar? 42 metr. C variantı. Dördüncü sual çox sadə. Verilmiş bu kəsir. Orta məxrəcə gətiriblər bunu. Ehtiyac yoxdur. Bəzi yerlərdə gördüm. Birinci mötərizənin içini saxlayıram. Eləyirəm 2027. Üzərinə gəlilsin 7-də 3. Bölünsün. Bax, 7 bölü 17-ni qıraqda yazıram. 17 bölünsün 7. Bizə verir 2 üzərinə gəlilsin 7-də 3. Niyə? Çünki bu 2 tam 7-də 3 deməkdir. 2-ni 7-yə vururuq. 14 üzərinə 3 gələcək. 7-də 17 eləyir. 2 tam 7-də 3 deməkdir. Baxın. Bu 2 tam 7-də 3 deməkdir. 2 tam 7-də 3-dürsə, o 2 tamını 2025-ə versəm nə olar? Təbii ki, 2027 olar. Yəni ki, bir sözlə 17-ni 7-yə bölüb tamını 2025-ə versək, olar nə? 2027. 2027. Bəs kəsir hissə nə qədər olar? Təbii ki, 7-də 3 olar. 2 tam 7-də 3 deyildi. 7-də 3 olar. Bərabərdir. Təbii ki, burada görürəm ki,
Bu verilmiş mötərizə ilə bu verilmiş mötərizə eynidir. Baxın 2027 üstəgəl 7-də 3, 2027 üstəgəl 7-də 3. Yəni bunların hər biri eyni olduğu üçün eyni ədədə böləndə təbii ki, cavabımız 1 olacaq. Cavab B variantı. 5-ci sual. Çox sadə bir ardıcıllıqdır. Yəni olimpiada tipində bir sualdır. Deməli, baxıram birinci addımda, 12-ci addımdakı qara fiqurların rəngli birinci addımda bir dənə qara fiqur var. İkincidə baxın 1, 2 dənə. 1, 2, 3 dənə, 3, 9 dənə. Burada 1, 2, 3, 4 dənə, 4, 16 dənə qara kvadrat var. Belə çıxır ki, burada 1-in kvadratı. Baxın, birinci addım 1-in kvadratı. İkinci addım 2-nin kvadratı. Üçüncü addım 3-ün kvadratı. Dördüncü addım 4-ün kvadratı. 12-ci addımı soruşursa 12-nin kvadratı lazımdır. Yəni 12-ni 12-yə vurmaq lazımdır. Bu da eləyir 144. Yəni cavab burada C variantı. Sadə sualını düşünürəm. Bu da sadə suala oxşuyur. 1 bölü A nədir? Deməli, bizdə 1 bölünsün A, 1 bölünsün 2-də 1 deməkdir. 1 bölünsün 2-də 1. Bu bölmə ilə yazıram. Biz bilirik ki, bölmə zamanı kəsir tərsinə vurulur. 1 vurulsun 1-də 2 olur. Bu da təbii ki, 2 verir bizə. Digəri 2 bölünsün B-dir. Yəni 2 bölmə işarəsi yazıram. B-nin qiyməti 3-də 2-dir. 3-də 2-yə. Bunu da tərsinə vururuq. Yəni 2-ni vururuq 2-də 3-ə. 2-ni vururuq 2-də 3-ə. 2-lər burada ixtisar gedir. Qalır nə? Təbii ki, 3. Sonra 3 böl C. 3-ü bölürük. Deməli, C-nin qiyməti 4-də 3-ə. 3-ü bölürük 4-də 3-ə. Yəni tərsinə 3-ü vururuq nəyə? 3-də 4-ə. Burada təbii ki, 3-lər ixtisar gedir. Qalır 3. Nəticə olaraq bunların 3-ünü də deyir topla. Mən A-nın qiymətini 2 aldım. Üstə gəlsin. B-nin qiymətini 3 aldım. C-nin qiymətini də 3 aldım. Cavab bizdə elədi 8. Düz hesabladım bir dəqiqə. 3 almadım və daha doğrusu C-nin qiymət 4 aldım. Burada 4 qalmışdı. 4 aldım. Bir dəqiqə. Burada 4 olmalı. 9 edir. Cavab olacaq D variantı. Sonra 7-ci sual. 7-ci sualda bizə əkob əgər 14 ilə M-ə 70-dirsə, M-in ala biləcəyi müxtəlif natural qiymətlərin cəmi neçədir? Təbii ki, 14 cavab əkob 70-dirsə, M-in qiyməti təbii ki, 70-in bölənləri olmalıdır. Çünki 70 14-dən böyükdür, düzdürmü? Deməli, bölənləri arasında təbii ki, bunu ödəyən 5 var. Çünki 5 ilə 14-dür. Bunu artıq fikirləşmək lazımdır. Hansı ədədlərdir? Məsələn, 5 ilə 14-də əkob ikisinə də bölünən nə var? 70 var da, düzdürmü? Ödəyir. 5 var. Sonra 10 ödəyirmi? 10. 14 ilə 10-a əkob bəli, 70 var. Eləyir. 35 var. 35, 70 35-ə bölünür. Yəni 32 dəfə. 14 də bəli, 70. 35 ilə yəni 14-də əkob 70 tapacaqsınız. Təbii ki, bir də 70 var da. 70-in özü. Çünki 70-in özü də 14-də bölünür. Ən böyük əkob seçirsən də. Vəssalam. Məncə bu qədərdir. İndi bunların deyir cəmi necədir? Bunların cəmini tapacağıq. Burada görünən ədədlərin cəmi. Deməli 15, 50, 120 tapıram. İnşallah ki, düzdür. 15, 50, 120. D variantı. 8-ci sual. 8-ci sualda bizdə burada toplar görünür. Deyir, ədədin özündən başqa bütün natural bölənlərin hər birini. Özü sayılmır. Bizim ədədlərimiz 2, 3, 4. Təbii ki, burada bir 1 vuruq var. Çünki 2-yə əgər ədədin natural bölənlərindən söhbət gedirsə, orada bir 1 vuruq var. Deyir ki, toplar arxasında qaldığı üç şəkildə görünmür. Buna görə bankada görünməyən ən az neçə top var? Deməli, ən azı tapmaq üçün bizdə burada bunlara bölünən bir ədədlər olmalıdır. Məsələn, bizim ədədlərimiz 2, 3, 4, 8, 16, bir də 32-də, düzdürmü? Yəni, elə bir ədəddir ki, o həmin ədəd. Bunlara hamısında bölünən, yəni hansı ədədin natural bölənlərindən söhbət gedirsə, o ədəd tapmaq çalışsaq, ən kiçik olsa o
Onun bölənlərindən görünməyən topları da tapacağıq bölənlər arasında. Deməli mən 100% 1 var da. Yəni bütün ədədlər 1-ə bölünür. Deməli bir dənə görünməyən bizdə 1 var. Biri 1-dir. Sonra isə fikir versək 32 32 2-yə bölünür, 4-ə bölünür, 8-ə, 16-ya bölünür, 32-yə də bölünür təbii ki. Ədədin özü olmadığı üçün 32-yə bölünən ədəd bir dənə məsəl üçün 64 var. Amma 64 seçə bilmərik. Çünki 64 niyə seçəmərik? Məsələn 64 3-ə bölünmür. Ona görə də ədədin özünü mən 96 götürsəm, yəni 3-ün 32-yə vursam, 96 götürsəm nə olar? Ədədin özü məsələn ədədin özüdür ya 96. 96 bizdə sayılmayacaq. Çünki deyir ki, ədədin özündən başqa bankada toplar yerləşdirilib. Ədədin özündən başqa. O 96-nı götürməyəcəm. Mənim tapdığım 96 natural bölənlərinin hər biri o bankada olan həmin o natural ədəddir 96. 96 təbii ki 1-ə bölünür. Biri 1-dir o heç. 96 başqa buradakılardan, bax buradakılardan başqa 48-ə də bölünür. Başqa məsələn 12-yə də bölünür. 12-yə də bölünür 96. Bir dəqiqə. Qoy sırayla gedək. Bax 96 1-ə bölünür, 2-yə bölünür, 3-ə bölünür, 4-ə bölünür, 5-ə bölünmür, 6-ya da bölünür məsəl üçün. 6-ya bölünür, 7-yə, 8-ə bölünür. 9 8 orada var idi də 8 sayılmır. 9 10 11 12-yə bölünür məsələn. 12-yə bölünür 96. 13 14 15 16 orada var zaten saymırıq. 16 48-ə bölünür, düzdürmü? Bir də 24-ə bölünür də. 24-ə bölünür. Bir də 48-ə bölünür. Varmı başqası? 24-ə 32 zaten sayılmır. Məncə bu qədər. Deməli 96 1 2 3 4 6 8 8 12-yə bölünür, 16-ya bölünür. 16 orada var. Başqa 16-ya bölünür. 24-ə qədər heç birinə bölünmür də. 48-ə bölünür. Bəli. Deməli nə qədər oldu burada? Yəni burada görünməyənlərin sayıdır bu. 1 2 3 4 5 dənə oldu. Burada oldu C variantı. Mənim tapdığım o 96 bir də deyirəm natural ədəddən söhbət gedir. Həmin o natural ədəddir 96. Onun bölənləri burada qeyd olunub. Bunlardan başqa 1 6 12 24 48 ədədlər var. Yəni 5 dənə. Hansı ki bankada görünməyən topların sayıdır. Növbəti sual tənlidir. Yaxşı olar ki bu onluq kəsirdən canımız qurtarsın deyə bunun hər tərəfini təbii ki burada 3 dənə ədəd olduğu üçün minə vuraq. Yəni buranı da minə vururam. Buranı da minə vururam hər birini. Bu bərabərliyin sağ tərəfində təbii ki minə vurmalıyam. Minə vursam nə olur burada? Nə baş verir? Minə vursam bax bu mötərizəyə qədər bu hissə olur 15. Mötərizədə təbii ki 2x çıx 80. O mötərizəyə təsir eləmir də sadəcə. Mötərizənin qabağındakı vurulacaq. Bir dənə də mini vururam nəyə? Bu 0-dan mində 25-ə olur nə? Təbii ki üstə gəlsin 25x olur. Təbii ki bu da bərabər olur nəyə? 450-yə. Düzdürmü? Mini 0-dan %43 450. Bunu da vurub atsaq görərək ki 30x 15-i 2-yə vurdum. Çıx 15-i 80-ə vuranda təbii ki 1200. Düzdürmü? 1200 qoy düz olsun. Üstə gəlsin 25x bərabər təbii ki 450-yə. 25x-la 30x 55x bərabərdir. 1200-ü 450-nin yanına atsam nə olacaq? Üstəgəl olacaq. 1650 olacaq. Təbii ki buradan alacağım x-i 30. Baxaq. Bəli. X-i alacağım 30. Vəssalam. Yəni tənliyi həll eləyin. X-i tapmaq deməkdir. Cavab olacaq 30D variantı. 10-cu suala baxaq. Deməli, çubuqlara şəkildəki kimi muncuqların bir hissəsini düzür. Daha sonra əlində qalan 25 muncuğu hər çubuğa ən az bir muncuq olmaqla. Yəni, ən azından hər birinə bir dənə muncuq qoymalısan. Ən azından. Olmaqla əlavə edərək yeni bir ədəd formalaşdırır. Ayaz əlindəki muncuqlardan 12-sini minliklər sinifindəki çubuqlara qoyub. Gəlin bunları yazın.
Yazmaya da ehtiyac yoxdur. Elə buradan baxarıq da. Baxın burada bu təkliklər sinifidir. Bu minliklər, burada milyonluqlar. Düzdür? Minliklər sinifinə 12-sini qoyacaq. Baxın, 12-sini qoyacaq minliklər sinifinə. 12-sini qoyacaqsa, onda 12-ni mən elə yerə bölməliyəm ki, yəni 12-ni elə yerə bölməliyəm ki, bura hansısa bir ədədə əlavə eləyəndə böyük olsun. Böyük olsun. Burada mən ən çox 3-ü var axı. Çünki buradakı rəqəmin özü də 9 ola bilər ən böyük. Deməli, mən bura 6-nı qoymalıyam. 6-nı bura əlavə eləməliyəm. Qaldı nə qədər? Qaldı 6. 6-nı da mən 5-ini bura, çünki burası 6 çevrisində, düzdürmü? Çünki burada ən azından bir dənə muncuq qoymalıyam. Ərəsinə bir dənə qoymalıydım. Və bu formada əlavə etsəm, ədədim böyüyəcək. Ən böyük ədədi əldə edir, deyir. Baxın, bir də deyirəm, 12 dənəsini minliklərə qoymalıyam. Yəni, söhbət bu 3 dənədən gedir. Bu 3 dənədən burası artıq 3 dənə var da. Burasını mən istəyirəm ki, 9 olsun, ən böyük olsun. 9 olmasın, artıq 3 dənə var axı burada muncuq. Əlavə ora 6 dənə muncuq qoya bilərəm ən çox. 6-sını qoydum. Növbəti ən çox isə bura qoymalıyam. Burada 5 dənə qoya bilərəm. Çünki bir dənə də digərinə muncuq qalsın deyə. Bu bizim ədədimizi böyüdəcək. İndi bizə deyir ki, buna görə milyonluqlar və yerdə qaldı, bax 25-dən 12-si getdi. Yerdə 13 dənə muncuq qaldı. Baxın, 13 dənə muncuğumuz qalıb ha. 13 dənə muncuqdan da hərəsinə bir dənə qoyduğumuz üçün, məsələn, belə deyək də, məsələn, 3 dənə ədəd burada qalıb artıq, 3 dənə ədəd burada. Hərəsində bir dənə qoymalıyıq. Ona görə 13 dənə muncuğu mən düşünürəm ki, 7-sini əgər birinci yerə versəm, bu 9-la başlayacaq. Fikir verin ha. Baxın. Deməli, 13 dənə muncuğumuz qalıb. O 7-sini bura versən, ikisi axı burada var muncuğun. Bu 9-la başlasın. 7-sini bura verdim. Qaldı bizim əlimizdə nə qədər? Bax, 13-dən 7-si getdi. Qaldı 6. Bizim isə 1, 2, 3, 4, 5 dənə yerimiz qalıb. 5 dənə yerimiz qalıb, amma 6 dənə muncuğumuz qalıb. Bunu biz necə düzə bilərik? Təbii ki, ikisini buna verərik. Qalanlarına təbii ki, 1-1 verməliyik məcbur. Çünki 4 dənə 1, bir də 2. Mən məsələn bu formada verə bilərəm. Bu formada versəm nə olar? Digər çubuqlar üzrə mümkün ən böyük ədəd əldə elədi. Bu formada düzsəm nə olar? Deməli, bizim ədədimiz nəyə çevrilir? Bax, 7, 2 dənə var idi də orada muncuq. Oldu 9. Sonra burada 3 dənə var idi, bu 2 də gəldi. Oldu nə? 5. Baxın, burada bir muncuq var idi, bir dənə də əlavə elədik. Oldu nə qədər? 2. Burada 3 dənə var idi, 6-sını da mən əlavə edim, ən böyük olsun deyə. 9. Sonra burada bir dənə var idi, 5-ni əlavə elədim. Oldu 6. Burada bir dənə var idi, birini əlavə elədim. Oldu 2. Burada 4 dənə var idi, birini əlavə elədim. Oldu 5. Burada bir dənə var idi, birini əlavə elədim. Oldu 1. Burada isə heç bir muncuq yox idi, fikir verin. Birini mən əlavə elədim, oldu 1. İndi mənə deyir ki, milyonluqlar sinifindəki ədəd. Yəni ki, 952. Təkliklər sinifindəki ədəddən nə qədər çoxdur? Təkliklər sinifində 511 deməkdir. Nə qədər çoxdur? Fərqini tapın. 952-dən 511 çıxmalıyıq. Burası deməli 1, 4, 4, 441. Səhv elədim. Bir dəqiqə. Minliklər, 12-sini minliklər sinifində, yerdə qalanları isə digər çubuqlara. Düzərək mümkün ən böyük. Deməli, 4, 5. Bura 2 olur. 1 yazdım da. Bura 2 olur axı. Dəqiqə. Bir dənə muncuq burada var dedim, amma 1 yazdım mən ora. 1 o da 1 eləyəcək 2. Bura yəni 521 olacaq. İndi bir dəqiqə. 500, deməli 521. Çıxanda bura 1, bura 3, bura 4. Yəni nə? 431. Yəni cavab olacaq B variantı 431. Biraz çox danışıram deyə ətraflı başa düşək. Yəni ki, muncuqlar hara qoymalıyam hansını, hansı niyə ən böyük oldu? Mümkün qədər, ola bilsin ki, video biraz uzun olsun. Mümkün qədər çox danışıram ki, yəni tam ətraflı başa düşək nəyi necə elədik. Növbəti
Baxaq 11-ci suala. Deməli, bizdə Q, R, S, T bu hərflər kütlələrə görə kiçikdən böyüyə doğru düzülüb. Yəni ki, baxın bu formada artan sıra ilə düzülüblər. Kiçikdən böyüyə. Və bu Z-dəki, bu Z-dəki deyir ki, bunların hansı arasına yerləşəcək? Ümumiyyətlə Q A variantı deyir ki, bunun soluna qoyacaqsan, yoxsa Q ilə R-ın arasına, yoxsa R ilə S-nin arasına, yoxsa S ilə T-nin arasına. Bu variantlar var. Bunu bilmək üçün biz bunları müqayisə etməliyik. Məsələn, ən birincidən görünür ki, əgər Q R-dan solda gəlibsə, deməli kiçikdir. Mən də görürəm ki, bunda yaşıl kvadrat var, bunda da yaşıl kvadrat var. Bunda 2 dənə qırmızı var, bunda 2 dənə mavi var. Belə çıxır ki, üçbucaq kiçikdir dairədən. Axı kiçikdən böyüyə doğrudur. Bunu tapandan sonra keçirəm hara? Məsələn, bu ikisinə. Baxıram bu ikisinə. Görürəm ki, burada ikisində yaşıl kvadrat var da onsuz da. Və qırmızı da mavidən deməli üçbucaq kiçikdir. Bax, üçbucaq kiçikdir mavidən. İki mavi var. 2 mavi qaldı. Burada 2 mavi. Bir də kvadrat. Dəqiqə. 2 mavi. Baxın, buradan söhbət gedir. 2 mavi. Bir də kvadrat və üçbucaq. Bax, bunları dairə yazaq bunların yerinə. 2 dairə. Və bunları müqayisə etmək lazımdır. Mən də bilirəm ki, dairə, baxın, dairə daha böyükdür üçbucaqdan. Məsələn, rəqəm verib yoxlasaz, üçbucaq 1 olsa, dairə üçbucaqdan böyükdür. Məsələn, bu ən azından 2 olmalıdır. Və avtomatik də kvadrat, bax, burası 4 alındı, düzdürmü? Kütlü olaraq burası 4-dür də. Burası isə 4-dən böyük olmalıdır. 4-dən böyük olması üçün, məsələn, kvadrat 3 verəməz, bərabər olur. Ən azından 4 verməz. Bu da belə nəticəyə gəlmək olur ki, sən demə, kvadrat 4-dür axı, dairə isə 2-dir. Kvadrat dairədən nədir? Baxın, kvadrat dairədən nə çıxdı? Böyük çıxdı. Kvadrat dairədən böyük çıxdı. Deməli, dairə kiçikdir nədən? Kvadratdan. Bu şərti də buna qoşdum. Fikir verin. Yəni, şərti olaraq rəqəm verərək onu müqayisə elədim ki, sən demə, dairədən böyük kvadratdır. Vəssalam. Üçünün müqayisəsi budur. İndi mən baxıram nəyə? Görürəm ki, belə bir müqayisə almışam. Bundan sonra rəqəm verə bilərsən. Məsələn, buna 1 versən, buna 1 versən. Rəqəm verəkmi? Bir dəqiqə. Ona ehtiyac varmı? Bəli. İndi isə rəqəm verərək bunu əslində həll etmək olardı, amma verək, indi yenidən rəqəm verək. Məsələn, üçbucağa 1 versən, dairəyə 2 versən, kvadrata 4 verməlisən artıq. Bəlkə şərtə görə. Baxaq. Mən əgər üçbucağa 1 vermişəmsə, kvadrata 4 vermişəmsə, nə olacaq burada? 1, 1, 4. Burası olacaq 6. Yəni, burası olacaq 6. Q. R isə 2, 2, bir də kvadrat 4. 2, 2, 4. Yəni 8 olacaq. R olacaq 8. R olacaq 8. Kvadrat 4 olduğu üçün bura 4, bura 4. Üçbucaq 1 olduğu üçün 4, 4, 1. Nə olacaq? 9. Yəni S olacaq 9. İndi T isə 4, 4. Dairə isə 2-dir. 4, 4, 2. Yəni neçə? 10. T də olacaq 10. 10 çəkiyə uyğun. Təbii ki, buradan çox rahatlıqla görünür ki, Q 6-ya uyğundur, R 8-ə uyğundur, S 9-a, T isə 10-a. Təbii ki, burada kütləsi bunlar artan sıra ilə gedibsə, Q ilə R-ın arasında da təbii ki, bir dənə versiya qalıb 7 olan kütlə. İndi baxıram, məndə həmin rəqəmlərə uyğun, burada istəyirəm, həmin rəqəmlərə uyğun Z-də 7 yaranır, yoxsa yox? Z-də üçbucağın yenə 1, dairənin yenə 2, kvadratın yenə isə 4 qoyanda həqiqətən də kütlə 7-ni verir bizə. Yəni, əslində mən 7-ni hara qoymuşam? Fikir verin, yuxarıda yazmışam. 7-ni mən hara qoymuşam? Q ilə R-nın arasına. Məsələn. Yəni, cavab burada olmalıdır. Q və R qutuların arasına cavab B variantı. 12-ci sual sadə tip suallardan. Yəni, sadəcə burada sürət məxrəci eyni bir ədədə vurmalıyıq ki, onluq kəsirdən.
canımız qurtarsın. İlk ikisində təbii ki. Deməli, mən burada görürəm ki, məxrəcdə 3 dənə rəqəm var. Deməli, bunu minə vurmalıyam. Minə vursam yuxarı olur 110, aşağı isə 22 olur təbii ki. Üstə gəlsin, aşağıda yenə 3 dənə rəqəm var. Minə vursam yuxarı artıq 100 olur, aşağı isə 125 olur. Və çıxılsın, bu 1 bölünsün 5000-dirsə, bölmə zamanı bu 5000 yuxarı gedir. Nə olur? 5000 vurulsun 0,1. 0,1 də nə deməkdir? 1, 2, 3 vergül bundan silmək lazımdır. Yəni vuranda. O da nə deməkdir? 5 deməkdir. Çıxılsın 5. İndi təbii ki, burada alıram ki, 110-u 22-yə böləndə 5 eləyir. Baxın, 110-u 22-yə böləndə bu hissəsi 5 eləyir. Təbii ki, axırda çıx 5 var. 5 ilə 5 sıfıra çevrilir. 5-dən 5-i çıxıram. Bərabərdir. Mənim əlimdə bir dənə qalıb 125-də 100. Bunu da 25-ə ixtisar aparıram. İkisi də 25-ə bölünür. Yuxarıda 4 alınır. Aşağıda isə 5 alınır. Bu da onluq kəsirlə təbii ki, 40-ı 5-ə bölmək 0,8 deməkdir. Yəni cavab olacaq A variantı.